Salam, mən Arzu. Sadəcə Arzu. 24 yaşım var və Türkiyədə magistratura üzrə təhsil alıram. Bu kanalı Azərbaycanca danışmaq üçün, darıxdığım üçün əslində açdım. Hardasa bir il yarımdır ki buradayam və Azərbaycana gedə bilməmişəm. Buna görə də əslində Azərbaycanca danışmaq istəyirəm. Bunu özümü ən rahat şəkildə ifadə eləyə biləcəyim bir yerdə eləmək istədim. Yəni, öz şəxsi kanalımda. Və mən bir qərar aldım. Sevdiyim şeyləri sonraya saxlamamaq qərarı. Çünki həyat sonra demək üçün olduqca qısadır. Zaman axıb gedərkən, qocaldığım zaman kaş ki demək istəmirəm. Buna görə də hal-hazırda nəyi sevirəmsə onu eləyəcəm. Və burada başıma gələn bir çox şeyi paylaşacağım. Gözəl anları, pis anları, məni sevindirən və hüzünləndirən hər şeyi. Bunu həm özümə xatirə qalsın deyə eləyəcəm, həm də bəlkə uzaqda bir yerdə heç tanımadığım bir insanın həyatına müsbət mənada toxunmaq ümidi ilə eləyəcəm. Əslində mənim hekayəm yeni başlamadı. Amma biz hal-hazırda birlikdə yeni bir hekayə yazırıq və buna görə mən çox xoşbəxt hiss edirəm. Özünə yaxşı bax, görüşmək ümidi ilə.